İmtahanlar necə? İmtahanlar çətin olurdu, yoxsa daha asan idi və əsas şifahi olurdu, yazılı olurdu, yoxsa test imtahanı keçirdiniz siz? Okey. Həm bakalavr, həm magistr bitirmiş biri olaraq deyirəm ki, Azinin bakalavr imtahanları qətiyyən çətin deyil. Mən ingilis dil sektoru olduğuma görə bizdə olurdu yazılı və şifahi imtahan. Siz cavabları yazırsınız, daha sonra şifahi şəkildə cavab verib balınızı orducada alıb çıxırsınız. Bu daha yaxşı bir, daha asan bir imtahan sistemi idi. Çünki siz orada etiraz edə bilərsiniz, müəllim sizin balınızı görür, nə qədərdir giriş balınız və sizə minimal bal yazıb keçirdirdi. Amma yuxarı bal almaq əlbəttə ki, çətin idi. Sadəcə digər tələbələr üçün deyirəm ki, ancaq yazılı imtahan verənlər üçün çox çətin olurdu. Amma məsələn, bircə dənə, 4 il ərzində bircə dənə fəndən yazılı imtahan vermişdik. Hə, o çətin idi. Çünki yəni eyni şey idi. Bizə 5 dənə sual olur, leksiyanın adlarını verir sizə və ora nə bilirsənsə onu yazmalısan. Biz yəni 4 ildə qətiyyən bir məsələ həll olunsun və yaxud da sizə case verilsin, onu həll edin. Elə bir sual düşməyib. Sadəcə əzbərçilik, leksiyanı yaz və çıx, bal alacaqsan. Amma yəni nəticələr çox aşağı gəlmişdi, o yazılı imtahanın nəticələri.